Bugün 15 fevralda keçirilmiş OTK sınavının izahını vereceğim. 31'den başlayaq. 15 faizi 60 olan ədəd. Əgər bizdən ədədi soruşursa, 15 faizini verib ki 60'dır. O zaman 60'ı vuracaq 100'ə, böləcəyik 15 faizi. Əgər bizdən axırda faizi soruşmuş olsaydı, onda 60'ı 15'ə vurub 100'ə bölərdim. 60 ilə 15 ixtisar aparaq. 60 ilə 15 ixtisar aparaq. 60 ilə 15 ixtisar aparaq. 60 15'e böləndə 4, 4'ü də 100'ə vururuq. Cavabımız olur 400. Yəni A variantı. Keçək 2'yə. 32. 32'də bizə sinüs 60 üstəgəl kosinüs 30 bölünsün tangens 60 üstəgəlinsin kotangens 30 ifadəsini verib. Bilirik ki, sinüs 60 dərəcə bərabərdir kosinüsün 30 dərəcəsinə. Eyni şəkildə tangensin 60 dərəcəsi kotangensin 30 dərəcəsinə bərabərdir. Onda biz ifadəni bu şəkildə yaza bilərik. Sinüs 60 üstəgəlinsin sinüs 60, yəni 2 dənə sinüs 60 bölünsün tangens 60 üstəgəl tangens 60, o da bizə 2 dənə tangens 60 dərəcə verəcək. Aha. 2'ləri ixtisar aparaq. İndi tangensin açılışını yazaq. Sinüs 60 qalsın yerində. Tangens 60 isə sinüs 60 bölünsün kosinüs 60'dır. Aha. Kosinüs məxrəcə düşdüyü üçün yuxarı surətə qalxacaq. Sinüs 60'lar ixtisar gedir. Yerdə qalır kosinüs 60. Kosinüs 60 qiymətimiz olacaq 2'də 1. O da C variantı. 33. 33'də A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər, yəni 2'yə bölünən ədədlər. A çoxluğunun elementləri 2'yə bölünən ədədlərdir. B çoxluğunun elementləri isə 6'ya bölünən ədədlərdir. Bizdən onların kəsişməsini istəyir. Yəni həm 2'yə, həm 6'ya bölünən ədədlər. Bunun üçün də bizə əkob lazımdır. 6 ilə 2'nin əkobunu tapaq. 2'ni vuruqlara ayırıram. 2 bölü 2, 1. 6'nı vuruqlara ayırıram. 6'nı 2'yə bölürük. 3, 3'ü 3'ə 1. Bizə ortaqlar lazımdır. 2 ortaqdır. Yazdıq. Qeyd edeyim buradan. Əkob 2, 6. Əvvəlcə ortağı qeyd elədik. 2. Daha sonra yerdə qalanları götürürük. Yerdə bir dənə 3 qalır. 3'ü də əlavə edirəm. Əkobumuz oldu 6. Deməli bizə 2 rəqəmli ədədlər arasında 6'ya bölünənlər lazımdır. Onu da say düsturu ilə tapaq. Say bərabərdir. Düsturumuz bu şəkildə olacaq. Son çıxılsın ilk, bölünsün addım, üstə gəlinsin 1. Son nədir? Sonuncu 6'ya bölünən 2 rəqəmli ədəd. Sonuncu 6'ya bölünən 2 rəqəmli ədəd 96. Birinci 6'ya bölünən 2 rəqəmli ədəd 12. Və addımımız isə 6. Çünki bunlar 6 artır. 96 çıxılsın 12, bölünsün 6, üstə gəl 1. 96'dan 12 çıxanda 84. 84'ü 6'ya böləndə bizə verəcək 14. Üstəndə 1 gələndə 15.
Cevabımız oldu A variantı. Keçək 34'e. Bize bir dənə 3 bucaq verib, gəlin üstündə qeyd eləyək. AB 2, AC isə 3. Onda AB-yə 2x, AC-yə isə 3x deyək. AD tənbələn olduğu üçün böldüyü hissələr, yəni BD və DC tərəfi də uyğun olaraq 2K və 3K şəklində olacaq. BC-yə 2K, DC-yə isə 3K yazaq. Bizə BD-nin qiymətini 6 verib, onda 2K bərabərdir 6 yaza bilərik. K da buradan bərabərdir 6 bölü 2, 3. DC-ni soruşur, onda DC bərabərdir 3K. K'mızın qiyməti 3 olduğu üçün 3 vurulsun 3, 9. Bu da C variantı. Keçək 35'ə. 35'də hasilini istəyir kompleks ədədlərin. Gəlin vurub açaq. 5 çıxılsın i, vurulsun 3 üstə gəlinsin i. 5'i 3'ə vururuq. 5 vur 3, 15. 5'i i'yə vururuq. Üstə gəlinsin 5i. İndi isə i'ni vuraq. Mənfi i'ni 3'ə vuranda mənfi 3i. Mənfi i'ni i'yə vuranda çıxılsın i kvadratı. Aha, sadələşdirək. 15 üstə gəlinsin. 5 dənə i'dən 3i çıxanda qalır 2i. Çıxılsın i kvadratının qiyməti mənfi 1 olduğundan çıxılsın mənfi 1 yazırıq. Mənfini mənfiyə vuranda müsbət verir. Ona görə də 1'i müsbət qəbul edirik. 15 üstə gəl 1, 16. Üstünə gəlirik 2i. O da A variantı. 36. Radiusu 5 cm olan kürənin səthinin sahəsini istəyir. Səthin sahəsinin düsturundan istifadə edəcəyik. 4pi r kvadratı 4 vurulsun pi. R'imizi də 5 verib vuracaq. 5'in kvadratı yəni 25'ə. 4 25'ə vuranda 100 pi. O da E variantı. 37. 6 onda 4'ü 64 vurulsun 0 onda 1 şəklində yaza bilərik. Üstə gəlinsin 0 onda 4'ü isə 4 vurulsun 0 onda 1 şəklində yaza bilərik. 64'dən kök altında 8. 4'dən kökün altından 2 çıxır. Aha. Oldu 8 dənə kök altında 0 onda 1 və 2 dənə kök altında 0 onda 1. 2 ilə 8 toplanır olur 10. Kökün altında 0 onda 1. Gəlin onu kökün daxilinə salaq. 10 kökün daxilinə girəndə kvadrata yüksəldirik. Onun kvadratı 100. Olur 100 vurulsun 0 onda 1. 100'ü 0 onda 1'ə vuranda bizə verir 10. Cavabımız oldu kök altında 10. Yəni D variantı. 38. 38'də surəti və məxrəci vuruqlara ayıraq. Yazıb x kvadratı çıxılsın x, çıxılsın 2. Viet teoreminə əsasən düşünürük ki, vuranda 2, toplayanda mənfi 1 eləsin. Mötərizə daxilində yazacağımız üçün ortadakı ədədin, yəni köklərin cəminin işarəsini dəyişməyə ehtiyac yoxdur. Aha. Vuranda mənfi 2, toplayanda mənfi 1. Bu ədədlər kimdir? Biri mənfi 2, digəri isə müsbət 1. Məxrəci müxtəsər modüsturu kimi açaq. A kvadrat çıxılsın B kvadratının açılışı, yəni bir dəfə çıxma, bir dəfə isə toplama. 2. Aha. Surətdə hər tərəfdən x-i çıxarda bilərik. Yerdə qalacaq. X kvadratını x-a böləndə x, 2x x-a böləndə 2. Məxrəc yenə müxtəsər vurma düsturudur. A kvadratı çıxılsın B kvadratının açılışı. Bir dəfə olacaq çıxma, x çıx 1. Bir dəfə də olacaq x plus 1. Burada niyə 2 yazdıq? Çünki
2'nin kvadratı 4 edir. Biz 4'ün özünü yox, 2'ni yazmalıyıq. Gəlin ixtisar aparaq. X çıx 2'lər ixtisar gedir. X üstə 2'lər ixtisar gedir və x üstə 1'lər də ixtisar gedir. Yerdə qaldı surətdə x, məxrəcdə isə x minus 1. O da C variantı. 39. Aha. 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Kəsişən 2 müstəvi çəksək, biraz kitab kimi. Aha. Bu müstəvilərinin birinin üzərində A nöqtəsi var, birinin üzərində A nöqtəsini qeyd edirik. Digər müstəviyə 6 sm məsafədədir. Deməli, digər müstəviyə qarşı bir məsafəsi var. Məsafə perpendikulyardır. 6 sm-dir uzunluğu. Gəlin A nöqtəsi ilə kəsişmə nöqtəsini birləşdirək. Burada bir dənə düz bucaqlı üç bucaq əmələ gəlir. Bu müstəvilər 60 dərəcəli bucaq altında kəsişdiyi üçün düz bucaqlı üç bucağın iti bucaqlarından biri 60 dərəcə olacaq. Biri 60, 90, digəri isə 30 dərəcə olacaq. 30, 60, 90 üç bucağı. Onda nə yadımıza düşür? 60 dərəcəli bucaq qarşısındakı katet, yəni 6, hipotenuzun, yəni yarısının kök altı 3 mislidir. Yəni x-i 2'yə bölüb kök altında 3'ə vursaq, bizə 6 verəcək. Buradan x-i tapaq. X bərabərdir. 2'ni vuraq 6'ya, bölək kök altında 3'ə. Aha. Qoşmasına vura bilərik kök altında 3'ün. Qısa şəkildə necə yazmaq olar? 6'nı bölək 3'ə, 2, yanına kök altında 3 atırıq. Vurulsun 2. 2 vur 2, 4. Cavabımız oldu 4 kök altında 3. O da E variantı. Daha sonra 40. 40'da bizə bir bərabərsizlik verdi. Gəlin bərabərsizliyi vurub açaq. 2'ni 2x'a vururam, olur 4x. Daha sonra 2'ni 3'ə vururam, olur çıx 6. Kiçik bərabərdir 3x çıxılsın 2'dən. Aha. Hər tərəfdən 3x çıxa bilərik və yaxud 3x'i keçirdək 4x'in yanına. Olacaq 4x çıxılsın 3x. Mənfi 6'nı da 2'nin yanına keçirdirik. Olur müsbət 6 çıxılsın 2. 4x'dan 3x çıxanda x, 6'dan 2 çıxanda 4 qalır. Deməli, bizdən istəyir bərabərsizliyi ödəyən notr ədədlərin cəmini. Bərabərsizliyi kimlər ödəyir? 1, 2, 3, 4. Bunların cəmini də tapanda bizə verəcək 1'in üstünə 2, 3, 3'ün üstünə 3, 6, 4, o da 10. Yəni B variantı. 41. 41'də trigonometrik tənlik verilib, əvəz etmə yolu ilə yazacaq. Kosinus x-a 1t deyək. İfadəmiz olur onda t kvadratı, üstə gəlsin 2t, üstə gəlsin 1, bərabərdir 0. Bu ifadədə t üstə gəlsin 1'in kvadratıdır, bərabərdir 0. Buradan t üstə gəl 1 bərabərdir 0 yaza bilərik. T'ni də tapırıq ki, mənfi 1'dir. O zaman kosinus x bərabərdir mənfi 1'ə. X hansı qiymətində? X-in hansı qiymətində mənfi 1 alırıq? Pi qiymətində. Onda x bərabərdir pi üstə gəlsin 2 pi k yazacaq. Yəni A variantı. Dəqiqə bura 41. Aha. Sonra 42. 42. Gəlin yuxarıdakı sistem tənlikdən x mötərizə xaricini çıxardaq. X kvadratın x-a böləndə
Yerdə qalır x olacaq 2x üstə gəlinsin. X, y x-a böləndə qalır y bərabərdir 2. Aşağıdakı tənlik olduğu kimi yazaq. 1. Aha. 2x üstə gəl y-in qiyməti 1 verilibsə, yuxarıda yerinə qoyaraq x-in qiymətini tapa bilərik. X vurulsun 1 bərabərdir 2. Aydındır ki, x buradan 2-yə bərabərdir. Daha sonra 2x üstə gəlsin y bərabərdir 1 tənliyini yazaq. X-in qiyməti 2-dirsə, yerinə qoya bilərik. 2 vurulsun 2 üstə gəlsin y bərabərdir 1. 2 vur 2 4. O zaman y bərabərdir 1 çıxılsın 4. Yəni -3. Y-imiz oldu -3, x-imiz oldu 2. Onların hasilini istəyir. Hasili də -6. Daha sonra 43. 43-də sonsuz azalan həndəsi silsilənin düsturu lazımdır. S bərabərdir. B1 bölünsün 1 çıx Q. S-in qiyməti 15 verilib. Q-nun qiyməti 3-də 1. Bizdən B1-i soruşur. Gəlin düsturdan B1-i tapaq. B1 bərabərdir. S vurulsun 1 çıx Q. Artıq yerinə qoya bilərik. S 15. Mörtəzə daxilində isə 1 çıxılsın 3-də 1. Aha. O da bərabərdir. 15 vurulsun. 1-dən 3-də 1-i çıxmaq üçün 3-ü 1-ə vuracaq 3. 3-dən 1-in çıxanda 2. Qaldı 3-də 2. İxtisar aparaq. 15-i 3-ə böləndə qalır 5. 5-i də 2-yə vuranda 10. Cavabımız oldu A variantı. Qırx dörd. 44-dəki ifadəni yazaq. X kvadratı çıxılsın 5x bərabərdir 64-də 1-i 64 üstü -1 şəklində yazırıq. Çünki tərsini yazanda işarəsini dəyişmək olar. Gəlin 64-ü də 2 üstündə 6 kimi yazaq. -1 olduğu üçün -6 yazacaq. Deməli 2 üstündə x kvadrat çıxılsın 5x bərabərdir 2 üstündə -6. Əsaslar eynidirsə üstləri də bərabərdir. X kvadratı çıxılsın 5x bərabərdir -6-ya. X kvadratı çıxılsın 5x üstə gəl 6 bərabərdir 0. Köklərin hasili 6, cəmi müsbət 5. İşarəsini əvvəlcədən dəyişək. Onda x1 bərabərdir 3, x2 bərabərdir 2. Vuranda 6, toplayanda 5 edir. Bizdən böyük kökü soruşur, ona görə də cavabımız müsbət 3. 45. Aha, 2 dənə oxşar üçbucaq verilib. ABC üçbucağı və MNK üçbucağı. Sıralamaya diqqət edək. A bucağı M bucağına bərabərdir. Çünki burada birinci A, burada isə birinci M gəlib. B bucağı M bucağına bərabərdir. C bucağı isə K bucağına bərabərdir. Gəlin üstündə verilənləri qeyd edək. A bucağı M-ə, B bucağı B bucağı M bucağına və C bucağı da K bucağına bərabərdir. Onda həmin bucaqların qarşısında duran tərəflər oxşardır. C-nin qarşısında durur 10, K-nın qarşısında durur 2. Onda 10 bölünsün 2, 5. Bizim oxşarlıq əmsalımız oldu 5. Oxşarlıq əmsalı tərəflərin nisbətinə, həmçinin perimetrlərin nisbətinə bərabərdir. Onda P böyük deyək, bölünsün P kiçik bərabərdir 5-ə. Kiçik üçbucağın perimetri 2 üstə gəl 5, 7. 7-nin üstünə 6 gələndə 13. Onda yazırıq ki, P böyük bölünsün 13 bərabərdir 5-ə. Buradan böyük üçbucağın perimetrini tapırıq ki, 13 vurulsun 5, 65. 46.
Gəlin ifadələri köçürək. Loqaritma 2-dən 7 vurulsun loqaritma 7-dən 15 vurulsun loqaritma 15-dən 8. Burada 7 və 7, 15 ilə 15 ixtisar gedəcək. Yerdə qalacaq loqaritma 2 əsasından 8. 8 2-nin kubu olduğu üçün cavabda 3. 47. 47-də baxaq. BD parçası ABC üçbucağının, CM parçası isə BCD. BCD üçbucağının medianıdır. Medianın xassəsi nədir? Qarşı tərəfi yarıya bölür. BD median olduğu üçün bu iki tərəf bir-birinə bərabərdir. Daha sonra CM də median olduğu üçün digər iki tərəf də bir-birinə bərabərdir. Aha. Medianlar sahəni iki bərabər hissəyə ayırır. Ona görə də gəlin bura S, eyni şəkildə aşağıya da S deyək. Bir dəqiqə. Bura S, burada S deyirik. Medianlar sahəni iki bərabər hissəyə ayırır. Ona görə BDC üçbucağının sahəsi oldu 2S. Onda ABD üçbucağında sahəsi olacaq 2S. Gəlin S-ləri toplayaq. 2S üstə gəlinsin S üstə S bizə verəcək 4 dənə S. 4S bərabərdir neçəyə? 180-ə. Onda S bərabərdir 180-i 4-ə bölürük 45. Deməli, bir üçbucağın sahəsi oldu 45. Bizdən MBC-ni istəyir. MBC üçbucağın sahəsi də S olduğuna görə cavabımız olacaq 45. 48-ə baxaq. 210 ədədinin sadə vuruqlarının cəmini istəyir. Gəlin 210-u vuruqlara ayıraq. 210-u rahat vuruqlara ayırmaq üçün 21 vurulsun 10 şəklində yazacağım. 21 3 vur 7-dir. 10 isə 2 vur 5. Gəlin sadə vuruqların cəmini tapaq. 3 üstə gəl 7, 10, üstə 2, 12, üstə 5, 17. Cavabımız oldu 17. 49. 49-da bizə bir trapeziya verilib. Bucaq A 50 dərəcə, D 80 dərəcədir. Oturacaqlar, böyük oturacaq verilməyib, x yazaq. Kiçik oturacağımız 4. CD tərəfi isə 7-dir. Gəlin trapeziyanı uzadaq. B və C tərəfindən. B və C tərəfindən uzatdıq. Bir nöqtədə kəsişdilər. Aha, burada bir üçbucaq alındı. Oturacaqlar bilirik ki, trapeziyada paraleldir. Paralel olduğu üçün A bucağı 50-dirsə, B bucağı da 50-dir. Digər tərəfdən təpə bucağını da tapa bilərik. 50 üstə gəl 80, 130. Təpə bucağına qalır 180 çıxılsın, 130, 50. Deməli, üçbucağımız bərabər yanlı üçbucaq imiş. Gəlin əvvəlcə kiçik üçbucağa baxaq. Kiçik üçbucağın tərəfi 4. Onda qarşı tərəfi də 4 olacaq. Çünki bucaqları bərabərdirsə, tərəfləri də bərabərdir. İndi gəlin böyük üçbucağa baxaq. AD x olduğundan bura bir M desək, MD də x olacaq. MD'nin qiyməti 11-dir. Ona görə x də bərabərdir 11. Çünki A bucağı ilə M bucağı bərabərdir. Cavabımız oldu 11. 50'ye keçək. Aha. 50. 50-də 1 və 4 nöqtələrindən istifadə edərək fx-in düsturunu yaza bilərik. X bərabərdir. A vurulsun. X çıx 1. Bir addım sağa gedib. Kvadrat və üstə gəlinsin 4. 4 addım yuxarı gedib parabolanın qrafiki. A-nın qiymətini tapaq. Bizə digər bir nöqtə 0,5 nöqtəsi verilib. 0,5 nöqtəsindən istifadə edərək A-nın qiymətini hesablayaq.
Onda f(x), yəni 5 bərabərdir. A vurulsun x, yəni 0 çıx 1, -1, -1'in kvadratı, müsbət 1, üstə gəlinsin 4. Buradan A-nı tapırıq ki, A bərabərdir 5 çıx 4, yəni 1. A-mız 1 oldu. Gəlin indi yerinə qoyub mötərizəni açaq. Ya da açmağa ehtiyac yoxdur. Düstur şəklində yaza bilərik. A, yəni 1 vurulsun x çıx 1'in kvadratı, üstə gəlinsin 4. X-in qiyməti nədir? F4'ü soruşduğu üçün x-in qiyməti 4'dür. 4'dən 1'in çıxacaq 3. 3'ün kvadratı üstə gəl 4. Yəni 9 üstə gəl 4, o da bizə verir 13. 51. Durğun sudakı sürəti 50 km/saat olan motorlu qayıq. Gəlin sürətini qeyd edək. Motorlu qayığın sürəti V qayıq 50 km/saatdır. Çayın axını ilə 3 saat gedir və axına qarşı 4 saat gedib. Çayın axma sürətini soruşur bizdən. V çay bərabərdir V qeyd edək. Bilirik ki, axın istiqaməti ilə gedəndə çayla qayığın sürəti toplanır. V üstə gəlsin, V qayıq neçə saat gedib? Bundan 3 saat. 3 saat. Axına qarşı isə qayıqla çayın sürəti çıxılır. V qayıq çıxılsın V çay. Bundan da 4 saat gedib. 4 saat. Gəlin hesablayaq. V çay, yəni V üstə gəlinsin. Qayığın sürəti 50. Vuracaq 3 saata. O da bizə getdiyi yolu verəcək. S1. İndi qarşını hesablayaq. V qayıq, yəni 50. Qayığın sürəti çıxılsın. Çayın sürəti vuraq getdiyi zamana bərabər olacaq S yola. Bizə deyir ki, axın ilə getdiyi yol qarşı getdiyi yoldan 8 km azdır. Deməli onda biz az olanın üstünə 8 gəlsək, çox olana bərabər olmuş olacaq. Az olan kimdir? Çayın axını ilə getdiyi yol. Onda V üstə gəlsin 50, vurulsun 3. Üstə gəlinsin 8, bərabərdir qarşı getdiyi yol. 50 çıxılsın V, vurulsun 4. Sadələşdirmə aparaq. 3'ü V'yə vuranda 3V, üstə gəlsin 3'ü 50'yə vuranda 150, üstə gəlsin 8, bərabərdir. 4'ü 50'yə 200, 4'ü V'yə 4V. V'ləri keçirək eyni yerə. V'ləri keçirək eyni yerə. 3V üstə gəl 4V olur 7V, bərabərdir. 200 çıxılsın 150, çıxılsın 8. 200'dən 150 çıxanda 50, 50'dən də 8 çıxanda 7V bərabərdir 42. V də buradan bərabərdir. 42'ni 7'yə böləndə 6. Çayın axma sürəti oldu 6 km bölünsün saat. 52. Qutuda 4 sarı, 3 qara və 5 yaşıl qələm var. Qutuda 4 sarı, 3 qara və 5 yaşıl rəngli qələm var. Təsadüfən seçilmiş 2 qələmin eyni rəngdə olması hadisəsinin ehtimalını soruşur. Kombinzonla gəlin həll eləyək. Kombinzon 12 dənədən ikisi seçilir. Məxrəzdə qeyd eləyək. Kombinzon 12'dən 2 seçildi ümumi olaraq. Hər bir rəngin eyni olmasını deyir. Seçilən 2 qələmin də eyni rəngdə olmasını istədiyi üçün sarıdan da ikisini seçirik və ya qaradan ikisini seçirik və ya yaşıldan ikisini seçirik. Gəlin aşağıda hesablayaq. Kombinzon 12'dən 2 bizə verəcək 12 faktorial bölünsün. 12'dən 2 çıxanda 10 faktorial vurulsun 2 faktorial. 10 faktorialla 12 faktorialı ixtisar aparırıq. Yerdə qalır 12, vur 11, bölünsün 2. O da bizə verir 66.
Məxrəcimiz oldu 66. 66. Aha. İndi digərlərini də bu şəkildə hesablayaq. Kombinzon 3-dən 2, birinci 4-dən 2. Faktorialsız yazsaq, surətdə son 2 addımı yazırıq, 4 vurulsun 3, məxrəcdə isə 2. Bu da bizə verir 6. İndi kombinzon 3-dən 2, son 2 addımı yazırıq, 3 vur 2, bölünsün 2. Aha, bu da bizə 3 verdi. Kombinzon 5-dən 2, son 2 addımı yazırıq, 5 vur 4, bölünsün 2. 4-dən 2 ixtisar gedir, yerdə qalır 10. Gəlin indi bunları toplayaq. 6, 3, 10. Toplayanda verdi bizə 19. Onda cavabımız olur 66-da 19. Keçək 53-ə. Çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 sm olan və qarşılıqlı perpendikulyar olan iki vətər çəkilmişdir. A bucağı 90 dərəcə olduğu üçün onda BC-yə biz diametr deyə bilərik. Tərəflərini qeyd eləyək. 16, 12. Onda hipotenuzu tapsaq, BC bərabərdir. Kök altında 16-nın kvadratı 256 üstə gəlsin. 12'nin kvadratı 144. Bu da bizə verəcək 400. 400'dən də cavabdan 20 çıxır. Və yaxud özəl düzbucaqlı üçbucaqları yadda saxlaya bilərsiniz. 16, 12, 20, 3, 4, 5 üçbucağı. Daha sonra 15, 8, 17 üçbucağı. Yadda saxlamaq olar. Çevrənin uzunluğunu istəyir. Diametrimiz 20 olduğu üçün radiusumuz 20'nin yarısı. Yəni 10 olacaq. Onda uzunluğumuz L bərabərdir 2 pi r. 2 vurulsun pi vurulsun 10. O da bizə verir 20 pi. Cavabımız oldu 20 pi. 54. 54'te diagonalı AC olan 4 kök altda 3, yan tili isə AS. Yan tilinə də 4 yazaq. Düzgün dörtbucaqlı piramidanın həcmini soruşur. Düzgün dörtbucaqlı dediyi üçün deməli oturacağımız kvadratdır. Oturacağımız kvadratdırsa diagonalları 90 dərəcə altında kəsişir və bərabərdir. Onda hər iki diagonalı 4 kök altda 3 olacaq. Həcmin düsturunu yazaq. Həcmin düsturu V bərabərdir 3'də 1. S oturacağı vurulsun H. Əvvəlcə S oturacağı tapaq. S oturacağı diagonallardan istifadə edərək tapa bilərik. 2'də 1, D1, D2. O da olacaq 2'də 1 vurulsun 4 kök altda 3 vurulsun 4 kök altda 3. 4'dən 2 ixtisar gedir. Yerdə qalır 2. 2 vur 4. 8. 8'i də 3'ə vururuq. 24. Deməli, oturacağın sahəsi 24'dür. İndi gəlin hündürlüyü tapaq. AC diagonal olduğundan ortada yarıya bölünür. Onda bir hissəsinə 2 kök altda 3 qalacaq. Pifagor teoremindən istifadə edərək SO-nu tapa bilərik. SO bərabərdir kök altında 4'ün kvadratı 16. Çıxılsın 2 kök altı 3'ün kvadratı. Yəni 2'nin kvadratı 4. 4 vur 3 12. 2 kök altı 3'ün kvadratı 12 eləyir. Çıxaq bunları olacaq kök altında 4. 4'dən də 2 çıxır. Artıq yerinə qoya bilərik. SO-muz H idi. Niyə H-dır? Çünki kvadratın tam mərkəzinə endirilib dikdir. O səbəbdən perpendikulyar olur. Davam eləyək. Həcmin düsturunda qiymətləri yerinə qoyaq. 3'də 1 vurulsun S oturacaq. S oturacaq, yəni 24 vurulsun H, yəni hündürlük 2.
24 ilə 3 ixtisar gedir. Qalır 8. 8-i 2-yə vuranda 16. Piramidanın həcmi 16 olur. Son misalımıza baxaq. 55. 55-də bizə belə bir məsələ verib. Çənin 6-da 5 hissəsi su ilə doludur. Çəndəki suyun 5-də 1 hissəsi işləndikdən sonra 80 litr su qalarsa, çən neçə litr su tutur? Aha. Gəlin baxaq, çəndəyi suyu 5 vurulsun 6, yəni 30x qəbul edək. Çəndəki su. 2 su. Ümumi 30x qəbul edək. 6-da 5 hissəsi doludur. Dolu olan hissəsi 6-da 5'i. 30'un 6'da 5'i olacaq. 30 bölünsün 6, 5. 5 vur 5, 25x. 25x'i doludur. Çəndəki suyun 5'də 1'i işlənir. Yəni 25x'in işləndi. 25x'in 5'də 1'i işləndi. 25'in 5'də 1'i işlənibsə, gəlin 5'də 1 hissəsini tapaq. 25 vurulsun 5'də 1. Bizə qalacaq 5x. İşlənən 5x-dırsa, yerdə qalan olacaq. 25x-dən 5x çıxanda 20x. Deməli, 20x qalıb. 20x o zaman bərabərdir 80 litrə. X da buradan 80 bölü 24 verir. Bizdən çən neçə litr su tutur onu soruşur. Yəni ümumini. X'i da yerinə qoyuruq. 30 vurulsun 4. 120.